Fatma Mahmudova, Azərbaycan Respublikasının xalq artisti. Qızı Nigar nişanlandı. Həm müğənnidir, həm aktrisadır Nigar, gözəl xanımdır. Fatma xanım belə deyərdim, o püskürməyib, amma əsəbləşib təbii ki, deyir, qızım nişanlanandan sonra bəzi xoşa gəlməz ifadələr işlədirlər. Bəzi insanlara deyir ki, bu xəbərə siz sevinirsiniz. Sevinməyənlər isə ağzına gələni yazır. Nə istəyirlər, yazsınlar. Mən sözün düzünü deyirəm. Başqa formada yazanlar da nə etsinlər, bekarçılıqdır, Fatma Mahmudova deyib. Doğrudan elədir. Orada görürsən, hansısa bir ev arvadıdır, mətbəxdə biraz pomidor yumurta pişirib, ərinin corabını yuyub, tumanını yuyub, bekarçılıqdır. Kimə yazaq? Fatma Mahmudovanın qızı Nigar nişanlanıb, barmağına üzük taxıb. Gəl ona təhqir edək, gəl ona bir ağrıdıcı sözlər yazaq. Hamının qəlbi xoş deyil. Həyatımda böyük problem yaşayıram. Ona görə kiməsə pis cavab verməyin fikrim yoxdur. Sevinənlər sağ olsunlar. İllərdir Nigar əziyyət çəkir, istər xəstəxanasına baxsın. İndi dətaylıyı gətirib nə istəyirlər? Düz deyir də. Nigar doğrudan qeyri-adi xanımdır. Qeyri-adi övladdır, istedadlıdır və Fatma xanım deyir ki, yığışdırsınlar söz söhbəti. Əzizlərim, bəsdirin də. Nigar həm də Tofiq qızı atasından nəfəs alırdı. İndi nəfəs almasın, böyük aktyor idi Tofiq müəllim də. Kimə nişanlanıb? Oğlanın adı bir qəribədir. Xan olmalıdır da məncə. Oğlanın adı. Bir neçə duetləri də var. Türk mahnısı, digər mahnıları da belə ortaq olublar. Yəni duet ortağı olublar, oxuyublar. Çox maraqlıdır. Nigar, səni təbrik edirəm. Öpürəm səni. Xoşbəxt olun. Yaraşırsınız bir-birinizə.